təkbirlərdir ki, hansı ki bir gün bayram namazından bir gün öncə gün batandan sonra, yəni məğribdən sonra, yəni iftarı ayın 6-cı günü biz iftarı 29-cu günü iftarı açdıqdan sonra ta bayram namazına qədər imam minbərə çıxana qədər Allahu Ekber, Allahu Ekber, La ilahe illallah, Allahu Ekber, Allahu Ekber, və lillahil hamd. Bu zikirləri biz nə edəcəyik? Deyəcəyik. Səsli şəkildə hər bir kəs bu zikri ta bayram namazına qədər nə edəcək? Söyləyəcək. Və bayram namazına Peyğəmbər sallallahu aleyhi ve sellem gedəndə Allah Resulü xurma yiyib gedərdi. Bayram namazına xurma yiyib gedərdi. Bu Peyğəmbər sallallahu aleyhi ve sellem sünnəsidir. Bu onu göstərir ki, qardaşlar, bayram günü oruç tutulmur. Bayram günü oruç tutmaq haramdır. Bəziləri düşünür ki, saat 12 kimi oruç olmaq lazımdır. Bəziləri deyir ki, namaza qədər. Namazdan sonra açacağam. Belə bir şey yoxdur. Bayram günü oruç tutmaq olmaz. 30'u bizdə bayramdırsa, Peyğəmbər sallallahu aleyhi ve sellem səhər xurma yiyir göstərirdi ki, yəni mən oruç deyiləm. Və çıxırdı namaza gedirdi. Ən gözəl libasını giyinirdi və üstünlük vermək lazımdır. Ağ libas varsa ağa, ətirlənmək, saçlı düzəltmək, bığları düzəltmək, qüsullanmaq, bunlar hamısı bayram namazının ədəblərindəndir. Gözəl bir şəkildə giyinib gedir. Peyğəmbər sallallahu əleyhi və səlləm yol boyunca qarşılaşdığı və yaxud da bayramdan sonra qarşılaşdığı insanları təbrik edər. Təqəbbəlallahu minnə və minkum. Allah Subhanahu taala sizdən də bizdən də qəbul etsin. Və Peyğəmbər sallallahu əleyhi və səlləm minbərə çıxar. Minbərə çıxandan sonra necə ki sahabelər deyirlər ki, azan və iqamə verilmədən Allah Resulü 2 rükət namaz qılardı. Cümə xutbəsindən fərqli olaraq bayram namazı deməli xutbəsindən əvvəl qılınır. Yəni əvvəl 2 rükət qılırsan, ondan sonra xutbəni verərdi Peyğəmbər sallallahu əleyhi və səlləm. Amma cümə günü xutbə verilir, sonra namaz qılınır. Və cümə günündə xutbə vacibdir dinləmək. Vacibdir. Amma bayram namazında isə yox, sünnədir. Kimsə işi varsa durub gedə bilər rahat şəkildə. Amma cümə günü sən eləyənməzsən, cümə günü vacibdir, sən dinləməlisən. Və Peyğəmbər sallallahu əleyhi və səlləm 2 rükət azan və iqamə olmadan qılardı. Ondan sonra durub qısa xütbə verərdi, müsəlmanları təbrik edərdi və gəlib ki hədislərdə ki Allah Resulü sallallahu aleyhi ve sellem Gâşiyə surəsi ilə Ailə surələrini oxuyardı bayram namazlarında. Bayram namazın hər bir müsəlmana, həddi buluğa çatmış müsəlmanlara vacibdir. Düz bəzi məzhəblərdə sünnə deyənlər var. Məsələn, Məliki məzhəbində sünnə deyənlər olur. Amma digər məzhəblərdə fərz-ü kifayə deyirlər, əksər alimlər. Və fərz-ü kifayədir. Hətta Peyğəmbər sallallahu aleyhi ve sellem heyz görən qadınların da bayram namazlarına gəlmələrini əmr edib, namazda durmasalar da kənardan durub xutbəni dinləmələrini tövsiyə edib. Bu onu göstərir ki, bayram namazı nə qədər əhəmiyyətlidir. Və Peyğəmbər sallallahu aleyhi ve sellem digər namazlardan fərqli olaraq bayram namazını məsciddə yox, musallə deyilən yer, yəni açıq bir yerlərdə cəmaatı yığardı ki, hamı bir yerə toplansın, bir dənə ümumi olaraq bir dənə yerdən etsinlər, qılsınlar. Bizdə indi o imkan yoxdur, məscidlərdir, hər kəsə məscidə girib namazlarını qılır.